Salam, hamı salamlayıram. Hamıya can sağlığı. Xoş gün, işlərində uğurlar arzu edirəm. Hal-hazırda 30 metrona çıxmışam, gedirəm. Burada iş yeri var ora. Vaxtı ilə burada Ulduz metrosundan çıxanda bu müəssisələr günə-günə 15-20 min bəlkə də çox Azərbaycan vətəndaşları işləyirlər. Hər müəssisədə 4 min, 5 min, bəzilərində lap çox işçilər var idi. Bu müəssisələr dağılıb gedir. Artıq istehsal sahəsi sıfır səviyyəsindədir. Yeni istehsal yerləri hələ ki Bakıda, mərkəzdə yoxdur. Yəqin şəhərdən qıraqda hardasa bir böyük zavodlar tikiləcək əsasən. Hələ ki yoxdur. Demək, işsizliyin başlıca səbəbi müəssisələrin bağlanmasıdır. Bu yaxınlarda da dedilər ki, neft şirkətində neçə minlərlə insan müəssisənin bir hissəsi ixtisarı olur. Bunun dalıca 8 noyabr prospektində yerləşən Azərbaycan Bakı şəhəri avtomobillər zavodu ləğv olunub, sökülür, yəni onu da ləğv edirlər. Təqribən orada 80-ə yaxın müəssisə fəaliyyət göstərirdi. Onlar da iqtisadi yer axtarırlar. Yəni belə çox bu müəssisələrin bağlanması, dağılması və faktiki işləyən müəssisələri də iflis vəzinə qoyması fəsadlar törədir. İşsizlik yaradır, evlərdə kasıbçılıq yaradır və bu günlərdə təzə qərar veriblər ki, avaraçılığa görə cərimə. Birinci növbədə yerə iş yer açasan, işlə təmin edəcəksən, sonra tələb edəcəksən ki, bəli, işləmirsən, get, pulu ödə. Əgər bir adam iş axtarıb tapa bilmirsə, onun nətər o pul ödəyəcək. Zibari sığorta deyir ki, heç bir yerdən gəlir olmayan, heç bir yerdə işləməyən, heç bir yerdə işçi kimi qeydiyyatda olmayan zibari sığorta ödəməlidir. Bir yandan da deyirlər ki, avaraçlığa görə pul ödəməlidir. Mən razıyam, yaxşıdır, əla. İş yeri açın, zamanı cəlb edin. O adam ki, iş yeri açılıb, gedib işləmək istəmir, hə, bəli, o başqa məsələ. 2 dəfə, 3 dəfə təklif olunub ona yaxşı iş yeri, faktla, sübutla. O da gedib işləmir, atkaz edir, yəni istəmir də, deyir, işləmək istəmirəm mən. Yəni, iş yeri var, amma işləmək istəmirəm, bu başqa məsələ. İş yeri də elə olmalıdır ki, yəni o iş yerinə gedib gəlmə yol pulu maaşından heç olmasa az olsun. 400 manat maaş verirlər, bunun elə 400 manat yol pulu edirsə, onun işləməyinin mənası yoxdur. Yəni o gedib gəlmək, onu yemək pulu elə 300-400 manata çıxır. Yəni elə iş yeri olmalıdır ki, heç olmasa bunu problemlərini həll eləsin.